Salam əziz izləyicilərim, bugünkü mətbəximiz Hilal Çaz. Yeməyimizin adı Hilal Çaz. Guatemala mətbəxindən bu bizim mal ətimizdir. Mal ətimizi 3 kusoka bölürük və burada bizim bir qazanda soyuq suyumuz var. 3 kusok ətimizi bu qaydada atırıq soyuq suya. 3 dilim belə doğranmış soğan, 3 kusok sarımsaq və timyan. Ətimizi qoyuruq qaynamağa. Və keçdik üçün ikinci mərhələyə. Deməli, burada yenə gördüyünüz kimi soyuq suyumuz var. 2 dənə bütöv pomidor atırıq bunun içinə. Sarımsaq atırıq bunun içinə. Biber atırıq. Və soğan atırıq. Biraz timyan atırıq. Və zəncəfir. Bunu da qoyuruq qaynamağa. Və ətimiz qaynara düşəndə burada qurudulmuş biber var. İstəsəz yandırıb da ata bilərsiniz. Yəni peçin üstündə yandırıb ya tufovkada qurudub bu qaydada da ata bilərsiniz. Üçüncü mərhələyə. Burada var bizim kartoşkamız, markovumuz, göy lobya və burada az ıslanmış düyümüz var, yumru düyü. Burada biraz da bizim suxarikimiz var. Ətimiz artıq hazırdır. Bulyonu burada süzdüm bura və ətimizi tökürük qaba. Ətimizi əzirik. Bax, görsün necə pişiyib. Belə nazik olmalıdır. Ətimizi əzirik burada. Ətimiz bax, belə ditdi. Artıq hazırdır. İkinci qaynatdığımız o pomidor, soğanı tökürük blendera. Ona blenderdan keçiririk. Sarımsağımızdır, soğanımızdır. Bunu da blenderdan keçir. Blenderdan keçirdiyimiz belə bir rəng aldı, qəşəng bir gözəl bir svet aldı. Və kartoşkamızla markovumuzu tökürük. Sonra ətimizi tökürük. Ətimizi tökdük, sonra tökürük göy lobyamızı bura və həmən şeydən keçirdiyimiz, blenderdən keçirdiyimiz sosumuzu tökürük. Və ətimizin bulyonunu tökürük.